Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli müvafiq sərəncamına əsasən Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci il dönümünü nəzərə alaraq 2025-ci il ölkəmizdə Konstitusiya və suverenlik ili elan edilmişdir. Bununla əlaqədar Qubadlı rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən hazırlanmış tədbirlər planına uyğun olaraq Konstitusiya və suverenlik ili çərçivəsində dövlət əhəmiyyətli və rayonu əhatə edən 80-dən çox tədbir həyata keçirilmişdir. Bunlardan 20 yanvar faciəsinin 35-ci il dönümünü, 21 fevral Beynəlxalq Ana Dili Günü, Xocalı faciəsinin 33-cü il dönümü, 8 mart Beynəlxalq Qadınlar Günü, xalqımızın milli mənəvi dəyərlərini təcəssüm etdirən Novruz Bayramı, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci il dönümü, 28 may Müstəqillik Günü, 15 iyun Milli Qurtuluş Günü, 26 iyun Silahlı Qüvvələr Günü, Azərbaycan polisinin yaranmasının 107-ci il dönümü, Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlişi ilə bağlı, tələbə adını qazanmış yüksək bal toplayan məzunlarla görüş, 20 sentyabr Dövlət Suverenliyi Günü, 27 sentyabr Anım Gününün 5-ci il dönümü, 8 noyabr Zəfər Günü, 12 noyabr müstəqil dövlətimizin ilk konstitusiyasının qəbul edilməsinin 30-cu il dönümünə həsr olunmuş tədbirləri nümunə göstərmək olar. Konstitusiya və suverenlik ili çərçivəsində keçirilən tədbirlərdən Bakı Şəhər Şəhidlər Xiyabanında, Sumqayıt Şəhər Şəhidlər Xiyabanında, Bakı şəhərində yerləşən hərbi memorial məzarlıqda, şəhidlərimizin xatirəsinə uzadılmış abidə komplekslərinin qarşısında, eləcə də rayonun ümumi təhsil məktəblərində, vətən torpaqları uğrunda canlarından keçmiş Qubadlı rayonundan olan qəhrəman şəhidlərimizin anım günləri, doğum günləri, eləcə də onların yubiley tədbirləri yüksək səviyyədə təşkil olunmuşdur. Bu tədbirlər içərisində keçirilən 8 mart Beynəlxalq Qadınlar Günü və Sumqayıt şəhər 28 may Mədəniyyət Evinin qarşısında açıq havada təşkil olunan Novruz Bayramı, 10 may Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci il dönümü, 1 iyun Beynəlxalq Uşaqlar Günü, 15 iyun Qurtuluş Günü, 8 noyabr Zəfər Gününə həsr olmuş tədbirlər kütləviliyi, əhatəliyi və rəngarəngliyi ilə fərqlənmişdir. Yüksək səviyyədə təşkil olunan tədbirlər çoxsaylı tamaşaçılar və sakinlər tərəfindən razılıqla qarşılanmışdır. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2025-ci ildə keçirilən tədbirlərdə İcra Hakimiyyətinin məsul işçiləri, icra nümayəndəliklərinin işçiləri, idarə müəssisələrinin rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri, müharibə veteranları, qazilər aktiv şəkildə iştirak etmişdilər. Tədbirlərdə iştirak edənlər şəhid ailələrinə, müharibə iştirakçılarına, keçmiş məcburi köçkünlərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevə, Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını bildirmişdilər. Hər il olduğu kimi 2025-ci ildə də rayon sakinlərinin məskunlaşma yerlərində yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilmişdir. Rayon əhalisinin böyük əksəriyyəti əsasən Bakı, Abşeron və Sumqayıt şəhərləri olmaqla yaşayış üçün nəzərdə tutulmayan, tikintisi yarımçıq qalmış binalarda kompakt şəkildə məskunlaşmışdır. Rayon İcra Hakimiyyəti tərəfindən əhalinin məskunlaşma yerlərində mütəmadi olaraq abadlıq işləri aparılmışdır. Ümumilikdə 100 min kvadrat metr ərazilərdə abadlaşdırma işləri,
120 min kvadrat metr ərazilərdə isə yaşıllaşdırma işləri aparılmışdır. Buna misal olaraq, Abşeron rayonu Nubar qəsəbəsində fəaliyyət göstərən Qubadlı rayon Şükür Həmidov adına Xanlıq 3 saylı tam orta məktəbin həyəti və məktəbə gedən yollar, Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində fəaliyyət göstərən rayonun Bərxudar Əsgərov adına Xələc kənd tam orta məktəbinə gedən yol və həmin ərazidəki məhəllə arası yollar, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən Ersu binasına gedən yol və binanın həyətyanı sahəsi, Sumqayıt şəhəri yeni yaşayış masivi BTZ bağları 8-ci məhəllədə fəaliyyət göstərən rayonun Çingiz Quliyev adına Çardaqlı kənd tam orta məktəbinə gedən yol və həmin ərazidə məhəllə arası yollar, Abşeron rayonu Ceyranbatan qəsəbəsində yerləşən rayonun İsa Məmmədov adına Aşağı Mollu kənd tam orta məktəbinə gedən yol, Sumqayıt şəhəri Yaşıldərə adlanan bağ massivində keçmiş məcburi köçkünlərin yaşadığı ərazilərdə məhəllə arası yollar, Sumqayıt şəhəri Betonzavod adlanan ərazidə məcburi köçkünlərin məskunlaşdığı 1-ci və 2-ci məhəllədə məhəllə arası yollar, Abşeron rayonu Ceyranbatan qəsəbəsində yerləşən yeni məhəllədə məcburi köçkünlərin yaşadıkları ərazidə məhəllə arası yollar, Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsində yerləşən Qubadlı rayon İcra Hakimiyyətinin inzibati binasının ətrafı təmir olunaraq asfalt örtüyü çəkilmişdir. Həmçinin Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində yerləşən 56 saylı bağçanın həyətində antiterror əməliyyatları zamanı qəhrəmancasına şəhid olmuş Abbasov Zamin Xəqani oğlunun xatirəsinə barelyef qoyulmuş və abidənin ətrafına asfalt örtüyü çəkilərək abadlıq işləri aparılmışdır. Sakinlərin müraciətləri əsasında məcburi köçkünlərin kompakt məskunlaşdığı Sumqayıt şəhəri Bərpa xəstəxanasında və Sumqayıt şəhəri 76-cı məhəllədə ümumi istifadədə olan sanuzellər, kanalizasiya boruları dəyişdirilərək yenisi ilə əvəz olunmuş, rayon sakinlərinin çoxsaylı müraciətləri əsasında kompakt məskunlaşma yerlərində binaların zirzəmləri qurut sularından təmizlənmişdir. Bildiyimiz kimi ölkə başçısının sərəncamı ilə 2025-ci il Konstitusiya və Suverenlik ili elan edilməsi ilə əlaqədar Respublikanın hər yerində ağac əkmə aksiyası təşkil olunmuşdur. Rayon İcra Hakimiyyəti də Konstitusiya və Suverenlik ili çərçivəsində əlamətdar günlərlə bağlı ağac əkmə aksiyaları təşkil etmişdir. Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsində yerləşən Qubadlı rayon İcra Hakimiyyətinin inzibati binasının həyətindəki parkda və Yeni Azərbaycan Partiyası
Qubadlı rayon təşkilatının və Qubadlı təhsil sektorunun inzibati binasının qarşısındakı parkda yaşıllaşma və abadlıq işləri görülmüşdür. Rayon İcra Hakimiyyəti tərəfindən aparılan yaşıllaşma və abadlıq işləri zamanı 100-ə yaxın qızılgül kolları, 800-ə yaxın mövsümi güllər və 200-ə yaxın eldar şamı əkilmişdir. Abşeron rayonu Stansiya Sumqayıt ərazisində məcburi köçkünlərin məskunlaşdıqları şəhərcikdə salınmış istirahət parkında şəhərcikdə fəaliyyət göstərən Qubadlı şəhər 1 saylı körpələr evi uşaq bağçasının, Qubadlı şəhər 4 saylı tam orta məktəbin, Balakişi Hüseynov adına Dəmirçilər və Mirağa Əliyev adına Halkənd tam orta məktəblərinin, eləcə də Qubadlı rayon mədəniyyət evinin həyətyanı sahələrində müxtəlif gül kolları, ağac növləri əkilərək abadlıq işləri həyata keçirilmişdir. Ümumilikdə 3000-ə yaxın müxtəlif gül kolları, 1000-ə yaxın eldar şamı, 900 zeytun ağacı əkilərək parkın ərazisində yaşıllıq zolağı yaradılmışdır. Sakinlərin asudə vaxtlarının səmərəli keçirilmələri üçün parkın ərazisində 15-dən çox idman qurğuları quraşdırılmışdır. Bu illər ərzində aparılan abadlıq işləri sakinlərin rahat yaşamalarına xidmət etmişdir. 2025-ci il ərzində rayon icra hakimiyyətinin fəaliyyət istiqamətlərindən biri də şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına ayrılan diqqət olmuşdur. Qubadlı rayonu üzrə ümumi 251 nəfər şəhid, 281 nəfər müharibə əlilli, 1944 nəfər müharibə veteranı, 9 nəfər milli qəhrəman, 3 nəfər vətən müharibəsi qəhrəmanı vardır. 44 günlük vətən müharibəsi başlanan zaman Qubadlı rayonundan olan ümumilikdə 650 nəfərdən çox hərbiçi və könüllü sakinimiz müharibədə iştirak etmişdir. Onlardan 12 nəfəri şəhid olmuşdur, 6 nəfəri döyüşlərdə yaralanmış və 10 nəfərə isə müxtəlif əlillik dərəcələri təyin olunmuşdur. Rayon İcra Hakimiyyəti tərəfindən rayonumuzdan olan bütün şəhid ailələri, müharibə iştirakçıları ilə mütəmadi görüşlər keçirilmiş, onların sosial və məişət həyatı daim diqqətdə saxlanılmışdır. 2025-ci il ərzində şəhid ailələrinin və qazilərin mənzil problemləri xüsusi diqqətdə saxlanılmışdır. Qubadlı rayon İcra Hakimiyyəti tərəfindən il ərzində rayonumuzdan olan 15 təqvim ili xidmət etmiş, ehtiyatda olan 26 nəfər hərbi qulluqçunun kirayə evlərdə yaşadıklarına görə özünün və ailə üzvlərinin hesabına maddi vəsait köçürülmüşdür. Həmçinin 2 nəfər müharibə əlillinə kirayə evlərdə yaşamaları və müalicə olunmaları üçün maddi köməklik olunmuşdur. Ötən il ərzində rayon icra hakimiyyəti tərəfindən şəhid ailələri və qazilərə Qurban Bayramında 8 Mart Beynəlxalq Qadınlar Bayramı münasibəti ilə 15 nəfər milli qəhrəman və vətən müharibəsi qəhrəmanlarının ailə üzvlərinə bayram sovqatları və maddi yardım olunmuşdur. Ramazan bayramında ümumilikdə 165 nəfərə
Novruz bayramında isə 190 nəfər şəhid ailəsi olmaqla sakinlərə rayon icra hakimiyyəti tərəfindən bayram bağlamaları verilmişdir. Eyni zamanda 8 noyabr Zəfər günü ilə əlaqədar 97 nəfər şəhid ailəsinə, 9 nəfər milli qəhrəman və 3 nəfər vətən müharibəsi qəhrəmanının ailə üzvlərinə rayon icra hakimiyyəti tərəfindən maliyyə vəsaiti ödənilmişdir. Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə rayon icra hakimiyyəti tərəfindən 101 nəfər şəhid ailəsinin hər birinə birdəfəlik maddi yardım olunmuşdur. 2025-ci il dekabr ayının 28-i Azərbaycanın milli qəhrəmanı şəhid polkovnik Şükür Həmidovun anasının vəfatı ilə bağlı dəfn xərclərini rayon icra hakimiyyəti öz üzərinə götürərək ailəsinə maddi köməklik olunmuşdur. Ötən il rayonun Qarakişilər kənd sakini, vətən müharibəsi iştirakçısı, xüsusi təyinatlı qüvvələrin ehtiyatda olan baş giziri Allahverdiyev vəfadar Zöhrəb oğlu 2025-ci ilin iyun ayında dövlət xətti ilə müalicə aldığı qardaş Türkiyə Respublikasında vəfat etmişdir. Rayon icra hakimiyyətinin dəstəyi ilə hərbiçimizin nəşi Azərbaycana gətirilərək Sumqayıt şəhər qəbirstanlığında dəfn olunmuşdur. Rayon icra hakimiyyətinin daxili imkanları hesabına qəbrüstü abidəsi bərpa olunaraq ailəsinə təhvil verilmiş və dəfn xərcləri üçün maddi köməklik olunmuşdur. 2025-ci il ərzində əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədi ilə Qubadlı rayon icra hakimiyyətinin başçısı rayon sakinləri ilə 46 səyyar görüş keçirilmişdir. Keçirilən görüşlərdə müraciət edənlərin əksəriyyəti vətən müharibəsi iştirakçıları, şəhid ailələri, qazilər və az təminatlı ailələr olmuşdur. Onların müraciətlərinə xüsusi həssaslıqla yanaşılmış və problemlərinin həllinə çalışılmışdır. Keçirilən görüşlərdə sakinlər tərəfindən 1038 müraciət olmuşdur. Qeydə alınan müraciətlərdən 543-ü müsbət həll edilmiş, 160 müraciət görülən işlərə görə təşəkkürlər olmuş, qalan müraciətlərdən 94-ü aidiyyəti orqanların qarşısında şifahi və yazılı formada məsələ qaldırılaraq icraata götürülmüşdür. 241 müraciətə isə müvafiq izahatlar verilmişdir. Rayon icra hakimiyyətinin yerlərdə keçirilən səyyar görüşləri zamanı sakinlər tərəfindən təmir işlərinə aid, həssas təbəqədən olan vətəndaşların işğaldan azad olunmuş ərazilərdə şəhid qəbirlərini ziyarət etmək, müharibə iştirakçılarının döyüşdüyü sahələri ziyarət etmək, yaxınlarının, əzizlərinin qəbrüstü abidələrini ziyarət etmələri üçün çoxsaylı müraciətlər olmuşdur. Keçmiş məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə yolların, həyətyanı sahələrin abadlaşdırılması və təmir işləri ilə əlaqədar olunan müraciətlər nəzərə alınaraq, Qubadlı rayon icra hakimiyyəti tərəfindən Sumqayıt şəhər İnşaatçılar qəsəbəsində yerləşən köhnə mebel zavodunun həyətində müvəqqəti məskunlaşmış məcburi köçkün Zəminə Oruc qızının, Sumqayıt şəhərində yerləşən Sumqayıt Tibb Texnikumunun yataqxanasında məskunlaşan Adıgözəlov Fəxriyyənin, 8 saylı yataqxanada məskunlaşmış 44 günlük vətən müharibəsi qazisi Qəmbərov Niyaməddin Canpoladoğlu'nun, Sumqayıt şəhəri kimya zavodu ərazisində yerləşən yeni məhəllədə məskunlaşmış Xəndək kənd sakini Xəlilov Şəlalənin, Xanlıq kənd sakini Qurbanov Elsəvər Məhəmmədoğlu'nun, Ümid qəsəbəsində Məmər kənd sakini Yeganə Allahyar qızının yaşadıkları mənzillərdə təmir tikinti işləri aparılmışdır. Eləcə də keçmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Metallurq sanatoriyasının zirzəmisi, Binəqədi rayonunda fəaliyyət göstərən Xanlıq kənd tam orta məktəbinin ətrafındakı ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlərin yaşadığı evlərin zirzəmisi çirkəb sularından tamamilə təmizlənmişdir. İl ərzində Respublikamızın bir çox rayonlarında məskunlaşan rayon sakinlərinin problemləri də daim diqqət mərkəzində saxlanmışdır. İl ərzində qarşıya çıxan problemlərin həlli ilə əlaqədar
Rayon İcra Hakimiyyəti tərəfindən aztəminatlı ailələrdə müalicə, yas mərasimlərinin keçirilməsi, şəhid ailələri, müharibə iştirakçıları və qazilərə maddi köməklik məqsədi ilə sistemli köməkliklər olunmuşdur. Səyyar görüşlərdən razı qaldıqlarını bildirən sakinlər, məcburi köçkün həyatı yaşadıkları dövrdə problemlərinin həllində köməklik göstərən, onlara yaxından dəstək olan rayon rəhbərinə minnətdarlıqlarını bildirmişdilər. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlanan 44 günlük vətən müharibəsi zamanı rəşadətli ordumuzun şücaəti nəticəsində erməni işğalında olan torpaqlarımız, o cümlədən Qubadlı rayonu da işğaldan azad olunmuşdur. Qubadlı rayonunun işğalı zamanı yaşayış məntəqələri, tarixi mədəni abidələr, məzarlıqlar dağıdılaraq yerlə yeksan edilmişdir. Dağıdılmış məzarların arasında Qarabağ müharibəsi zamanı qəhrəmancasına şəhid olmuş rayon sakinlərinin məzarları da vardır. Qubadlı rayon İcra Hakimiyyəti Vətən müharibəsindən sonra Qubadlı rayonunda məzarları ermənilər tərəfindən dağıdılmış 39 nəfər hərbiçi, 28 nəfər mülki şəhidlərimizin və xalq qəhrəmanı Qaçaq Nəbinin həyat yoldaşı, xalq qəhrəmanı Həzər xanımın qəbrüstü abidələrinin yenidən bərpası işlərinə başlanmışdır. Rayon rəhbərinin tapşırığı və köməkliyi ilə birinci mərhələdə rayonun aşağı Mollu kənd qəbristanlığında yerləşən xalq qəhrəmanı Qaçaq Nəbinin həyat yoldaşı, xalq qəhrəmanı Həzər xanımın qəbrüstü abidəsi yenidən bərpa olunaraq orada geniş abidə kompleksi yaradılmışdır. Eləcə də rayonun Qəzyan kəndində Azərbaycanın milli qəhrəmanı şəhid mayor Əliyev Əliyar Yusuf oğlunun və onun sürücüsü şəhid Ağayev Əlisadət Nəhmət oğlunun, rayonun Xanlıq kənd qəbristanlığında Azərbaycanın milli qəhrəmanı şəhid Mirzəyev Kərəm Ərşad oğlunun, rayonun Qayalı kəndində Azərbaycan bayrağı ordenli şəhid leytenant Qasımov Həsənqulu Qaçay oğlunun, rayonun Qarağac kəndində Azərbaycanın milli qəhrəmanı şəhid Ağayev bəylər Tapdıqoğlunun, Qubadlı şəhər mərkəzində yerləşən Şəhidlər Xiyabanında Azərbaycanın milli qəhrəmanları şəhid Məmmədov Aqil Səmədoğlunun, şəhid Əliyev Vasili Əhmədoğlunun qəbrüstü abidələri yenidən bərpa olunmuşdur. ...2025-ci ildə Qubadlı rayon İcra Hakimiyyəti tərəfindən bu işlərin ikinci mərhələsi başlamışdır. Beləliklə, rayonun Əyin kəndində hərbiçi şəhidimiz Əhmədov Mahir Humayoğlu, Bayramov İlqar Telmanoğlu, Nəcəfov Azər Cabbaroğlu, Qəhrəmanov Elman İxtiyaroğlu, Nəcəfov Elşən Camaloğlunun qəbrüstü abidələri, rayonun Başarat kənd qəbristanlığında 4 nəfər hərbiçi şəhidimiz Abbasov Ehtimad Kamaloğlu, Mirzəyev Pənah Sovetoğlu, Rüstəmov Novruz Rəhimoğlu, Nuruşov Cənnət Dəmiroğlunun qəbrüstü abidələri, rayonun Qarağac kəndində 5 nəfər hərbiçi şəhidimiz İsmailov Vidadi Ağalaroğlu, Eminov Savalan Əmiroğlu, Şirinov Şirin Əhmədoğlu, Əliyev İlham Əhmədoğlu, Quliyev Qabil Orucoğlunun qəbrüstü abidələri, rayonun Qarakişlər kəndində 3 nəfər hərbiçi şəhidimiz İsmailov Aslan Şəmiloğlu, Həsənov Vahid Məhərrəmoğlu və Əhmədov Nahid Həmidoğlunun qəbrüstü abidələri, rayonun Hacılı kəndində 1 nəfər hərbiçi şəhidimiz İskəndərov Mübariz Nüsrətoğlunun qəbrüstü abidəsi, rayonun Məlik Əhmədli kəndində 1 nəfər hərbiçi şəhidimiz Məmmədov Güloğlan Məhəmmədoğlunun, Bəxtiyarlı kəndində 1 nəfər hərbiçi şəhidimiz Zeynalov Rasim Yanvaroğlunun qəbrüstü abidəsi,
Sarıyataq kəndində bir nəfər hərbiçi şəhidimiz. Haqverdiyev Şahverdi Hümmətoğlu'nun, Zilanlı kəndində bir nəfər hərbiçi şəhidimiz Səfərov Rəfail İsaoğlu'nun, Çaytumas kəndində 2 nəfər hərbiçi şəhidimiz Cəbrayilov Müslüm Baqioğlu'nun və Məcnunov Oruc Mustafaoğlu'nun qəbir üstü abidələri, Xıdırlı kəndində bir nəfər hərbiçi şəhidimiz Xudiyev Heydər Atakişioğlu'nun, Göyərci kəndində bir nəfər hərbiçi şəhidimiz Mehdiyev Bəhmən Mehdioğlu'nun qəbir üstü abidələri, Xudlar kəndində 2 nəfər hərbiçi şəhidimiz Ağayorov Mehman Müseyiboğlu və İsayev Kamal İnqilaboğlu'nun qəbir üstü abidələri, Əlqulu kəndində bir nəfər hərbiçi şəhidimiz Məmmədov Güloğlan Əmirxanoğlu'nun, Əyin kəndində bir nəfər mülki şəhidimiz Qəhrəmanova Nəzakət İxtiyar qızının, Başarat kənd qəbirstanlığında 3 nəfər mülki şəhidimiz İbadov Müzəffər Şəmiloğlu, Niftiyev Baba Paşaoğlu, Abulov Əvəzoğlu'nun qəbir üstü abidəsi, Bəxtiyarlı kəndində bir nəfər mülki şəhidimiz Əsgərov Bərxudar Əmrahoğlu'nun, Göyərci kəndində bir nəfər mülki şəhidimiz Mehdiyev Mehdi Qasımoğlu'nun, Tarovlu kəndində bir nəfər mülki şəhidimiz Həsənov Şirzad Nüsrətoğlu'nun, Xanlıq kəndində bir nəfər mülki şəhidimiz Əhmədova Zəminə Baba qızının, Xocahan kəndində bir nəfər mülki şəhidimiz Mahmudov Samir Nadiroğlu'nun, Novlu kəndində 2 nəfər mülki şəhidimiz Ələkbərov Qaçay Məcidoğlu'nun və Hümmətəliyev Telman Rüstəmoğlu'nun, Seytas kəndində 2 nəfər mülki şəhidimiz Heydərov İlham Xansuvaroğlu'nun və Babuşov İnqilab Orucoğlu'nun, Yuxarı Cibikli kəndində 4 nəfər mülki şəhidimiz Babayeva Nərgiz Cəbrail qızı, Səfərov Zülfüqar Cabbaroğlu, Nəzorov Qərib Qulamoğlu və Hüseynov Şahin İlyasoğlu'nun qəbir üstü abidələri, Aşağı Cibikli kəndində bir nəfər mülki şəhidimiz Muradova Şəndə Fərəc qızının, Muradxanlı kəndində bir nəfər mülki şəhidimiz Məmmədova Bəsti Məhəmmədəli qızının, Padar kəndində bir nəfər mülki şəhidimiz İskəndərov Vidadi Əloğlu'nun, Qaraimanlı kəndində bir nəfər mülki şəhidimiz Təhməzov Vahid Nəsiroğlu'nun, Yuxarı Mollu kəndində bir nəfər mülki şəhidimiz İmanov Abbasəli Mürsəloğlu'nun, Çərəli kəndində 2 nəfər mülki şəhidimiz Yaqubova Aynur Həşdərxan qızının və Yaqubova Bənövşə Eyvaz qızının qəbir üstü abidələri, Məmər kəndində bir nəfər mülki şəhidimiz Piriyev Əziz Əbdüləzimoğlu'nun, Saldaş kəndində bir nəfər mülki şəhidimiz Baxşəliyeva Güllü Behbud qızının, Fərcan kəndində isə bir nəfər mülki şəhidimiz Muradov Zöhrab Səttaroğlu'nun qəbir üstü abidələri yenidən tamamilə bərpa edilmişdir. Beləliklə, rayon icra hakimiyyəti tərəfindən ümumilikdə 67 nəfər şəhidimizin qəbir üstü abidələri yenidən bərpa olunmuşdur. Rayon icra hakimiyyəti tərəfindən görülən bütün bu işlər 2026-cı ildə də uğurla davam etdiriləcəkdir.